Akşamınız xeyirli olsun değerli komanda. Deməli, bugün bizim Özbekistanlı üç xanımımız, yəni Özbekistan səfərindən qayıdan üç xanımımız, hansı ki şirkətimizin 29-cu biznes ilini qeyd eləmək üçün getmişdilər. 5 gün orada həm gəzdilər, həm istirahət elədilər, həm təlimdə iştirak elədilər, həm də kampaniyamızın ad gününü qeyd edib, oradan bizə yeniliklərlə, motivasiya dolu Özbekistan təəssüratlarını bölüşmək üçün bugün Zoom təlimində toplaşmışıq və birinci növbədə sözü Munira xanıma vermək istəyirəm. Buyurun. Assalamu alaikum komanda. Özbek dilini sizi salamladım. Necəsiz? Aleyküm selam Özbek hanımı. Ümidvaram ki, Aleykümselam, hamınız hoş geldiniz. yaxşısınız. Hamınızın gözəl nastayeniniz var. Biraz dedim bugünkü Zoom'umuzda Özbekistan'a biraz səyahət eləyək. Çünki bilirsiniz ki, biz komandamızdan Uma xanım, mən və Həlimə xanım kampaniyanın 29 illiyini Özbekistanın Taşkent şəhərində keçirdik. Çox gözəl bir tədbir, çox möhtəşəm, yüksək səviyyəli bir tədbir idi. İlk öncə istərdim biraz Özbekistanın abu-havasını sizə ötürüm. Yəni mən birinci dəfədir o şəhərdəydim Özbekistanda. Belə tədbirlərdə çox yerdə olmuşam, amma Özbekistanda birinci dəfə idi. Şəhər olduqca çox gözəldir. Çox istiqamlı bir şəhərdir, çox doğma bir şəhərdir. Hətta mən ora gedəndə, yəni öz adımdan deyirəm ki, mən orada olanda mən özümü qürbətdə hiss eləmədim. Elə bildim ki, hansısa bir doğma diyardayam. Nəyə görə? Çünki hava şəraiti olaraq bildiyim kimi isti bir zonadır. Milləti çox səbirli, çox təmkinli, çox istiqamlı milləti var. Hamısının üzündə demək olar ki, bir dənə belə çox gözəl gülüşləri var idi. Fərqimiz nə idi? Onların gözləri belə idi. Bir dənə fərqimiz bunda idi. Amma qalan münasibətlərdə, davranışlarda bir növ bizim xalqa oxşuyurdular. Yeməklərinə super, söz ola bilməz. Bizim kimi yağlı yeməklər yeyirlər. Çox dadlı kuknaları var, onu deyim sizə. Qəşəng şinyatları var. Sonra şəhər olaraq çox gözəl, sakit bir şəhərdir. Orada transport demək olar ki, yəni nəqliyyat vasitələri azdır deyə səs-küy orada azdır. Həm də adam da tək tükdür şəhərdə. Yəni sakitdir, təmiz, gözəl, binaları çox gözəl. Yəni gəzməli, görməli yerlərdir bir sözlə. Biz hətta orada 5 gün olsaq belə biz doymadıq. Çünki mən sizə paylaşım eləmişdim qrupda da ki, ofisin şəklini, videosunu paylaşmışdım. Ofisdə görürüz qeyri-adi bir formadadır. Qəşəng dizayndadır, qəşəng akustikası var idi. Hər şey gözəl idi. İnsanları, yəni o menecerləri insanlarla rəftar eləməyi super idi də. Çox gözəldir. Yəni məsləhət görərdim o ölkəyə bir daha getməyə. Çox gözəldir. O ki qaldı tədbirə, uşaqlar, komanda. Tədbir super. Tədbir çox yüksək səviyyədə keçirildi. Mən Soçidə də olmuşam, Moskvada da olmuşam. Amma buranın tədbiri başqa cür idi. Bilmirəm, elə gözəl hazırlanmışdılar, elə gözəl səliqəli, səhmanlı proqramla, ardıcıl şəklində, insanları yormadan, çox gözəl çıxışlardan insanlara gözəl motivasiya ötürmüşlər. Mən orada Uma xanımın da gözləri yaşarmışdı, mənim də gözlərim yaşarmışdı o çıxışları görəndə. İnanın ki, yəni oradakı o səhnəyə çıxan insanların çıxışlarını, onların canlı simalarını orada görmək başqa bir şeydir uşaqlar. Başqa bir təəssürat yaradır adamda. Bir var ki, belə hardasa baxırsan, bir də var ki, canlı olaraq sən onları orada izləyirsən. O parlaq ulduzları, o liderlik səviyyəsində, o diamond səviyyəsində olan qlobal liderləri canlı görmək başqa bir şeydir. Mən çox xoşuma gəldi və o çıxışları izləyəndə hamı demək olar ki, səhnədə öz uğur tarixçəsindən danışırdı uşaqlar. Komandaya ötürmək istəyirəm ki, yəni orada səhnədə iştirak edənlər hər kəs öz uğur tarixçəsindən danışa-danışa pillələrin necə qalxmaqlarını bizə izah edirdilər. Orada elə bir qeyri-adi bir şey də yox idi. Baxırsan ki, kampaniya eynidir. Cyber Wellness-dir, bütün dünya üzrəndə eyni kampaniyadır. Məhsullarımızdır, hər bir şeyimiz eynidir. Bəzi məhsullar var ki, bizdə yoxdur, onlarda yox, amma bu da bəhanə deyil bizim işləməmiz üçün. Sonra təlimlərimizdir, liderlərlə iş görmək. Yəni bunlar hamısı birlik olaraq eyni şeydir. Sadəcə mən baxdım onlara ki, əgər bunlar bunu bacarırlarsa eləməyə, niyə biz bacarmayaq? Biz onlardan geri deyilik, biz onlardan az bilmirik. Bizim də çox gözəl ümidlərimiz var, bizim də çox gözəl məqsədlərimiz var, bizim də çox gözəl liderlərimiz var, komandalarımız var. Amma mən fərqi orada gördüm ki, onlar dayanmadan iş görürlər. Bizim tənbəlliyimiz var. Bax, mən səmimi deyəcəm.
Heç kəsin xətrinə dəyməsin. Mən görürəm ki, biz hər şey gözəl bilsək də, savadlı nə qədər olsaq da, amma biz hərəkətdə çox ləng hərəkət edirik. Onlar isə daimi hərəkətdədirlər. Hər gün hərəkətdədirlər. Mən bilmirəm, bəlkə bəzilərinin xəbəri var ki, Rusiyada, Özbəkistanda TikTok demək olar ki, işləmirdi. Amma onlar buna baxmayaraq offline, online, Instagram səhifələri, canlı görüşlər, hər gün zənglər, hər gün görüşlər, hər gün yeni komandalarla işləmək. Yəni onlar bəhanə axtarmırlar. Onlar daim yeni yeniliklər axtarırdılar ki, komanda ilə birlikdə işləyib uğur qazansınlar. Mən bunu onlarda gördüm. Onlarda o birliyi gördüm. Onlarda o dəstəyi gördüm bir-birlərinə qarşı. O səhnəyə çıxan liderlər var idi. Qrupda paylaşımda görmüsünüz. Rubin liderlər də var idi, Diamond liderlər də var idi, qlobal liderlər var idi. Onlar səhnəyə çıxanda deyirdilər ki, bu mənim uğurum deyil, bu mənim komandamın uğurudur. Siz orada komandanın onları necə alqışladığını, onları necə dəstəklədiyini görsəydiniz, inanın hamınız orada olmaq istəyərdiniz. Hamınız. O qədər maraqlı idi. Mən orada bir dənə Vyetnam var idi, adı yadımdan çıxdı onun, deyəsən Diamond lider, səhvləmirəmsə. Onun çıxışını çox diqqətlə qulaq asdım. O qədər belə pozitiv, emosional danışırdı, belə qəşəng enerjili danışırdı. Mən ona qulaq asanda bir növ özümü onun komandasında hiss elədim uşaqlar. İnanırsınız? Həqiqi deyirəm amma o qədər diqqətlə qulaq asırdım ki, o qədər belə enerji ötürürdü ki və o həmişə orada çıxışlarında dedi ki, bu biznesdə inkişaf etməyin 3 dənə sirri var. O sirləri bizə açdı. Birinci sir odur ki, sən birinci özünə sual verməlisən. Sən bu kampaniyaya niyə gəlmisən? Sən bu kampaniyadan nə istəyirsən? Sən bu kampaniyadan hansı rangda olmaq istəyirsən? Hansı gəlirləri əldə etməksən? İlk növbədə bunu araşdırmalısın özündə. İkinci sirri dedi ki, özünə, kampaniya, komanda və böyük inamın və etibarın olmalıdır. Bu ilk öncədir. Çünki bu olmazsa, razvitiya nə deyirlər, biznesdə inkişaf olmur. Üçüncü də ki, Rusça deyəcəm, onun bir dənə frazası var idi orada, Откройте rot. Yəni həmişə ağzınızı açın. Heç nəyə baxmayaraq, heç nədən qorxmayaraq, hamı ilə məlumatlandırın, hamını. Hamı ilə üstətdə olun. Onların bax fərqi oydu uşaqlar. Onlar heç bir maniyə baxmırdılar. Onlar bizə neynirdilər? Onlar məqsəd qoydular qabağına. Bax, oradakı çıxışları sizə qısa frazalarını deyirəm. Məqsəd qoyurdular qabaqlarına. Və deyirdilər ki, mən qıradakı yoxlara baxmıram. Mənim işim nədir? Məqsədimə doğru getmək. Mən o yolu gedirəm. Qoy mənə kimlər nəsə yox desin, qoy məni kimsə dalınca nəsə desin. Mən ona baxmıram. Mənim işim məqsədimə çatmaqdır. Bax, bu stремление var idi onlarda orada. Amma bizdə necədir? Bizdə bir şey inkar eləyən ki, biri bizə atkaz eləyən ki, sразу ruhdan düşürük. Niyə? Onunla dünya dağılır, onunla da insanlar bitir. Niyə biz onlar kimi inkişaf edə bilmirik? Fərqimiz nədir? Eyni şeydir hər yerdə. Eyni kampaniya, eyni məhsul, eyni təlimlər. Sadəcə dayanırıq. Onlar isə dayanmırlar. Öz üzərində işləyirlər. Bax, bunu mən orada gördüm. Və necə işləyirlər? Tək yox, komanda şəklində. Komanda ilə bax belə, birgə işləyirlər. Dayanmadı, mübarizə aparırlar, yoxları hə deyirlər. Çox qəribə idi. Yəni, siz mən danışıram, amma onların o üzündəki təbəssümü, gözlərindəki o parlalığı mən hələ də gözümün önündən keçirdə bilmirəm. Yəni, necə deyim, gözümün önündə də o hisslər. Onu yaşamaq lazımdır və bir şeyi də vurğulayım ki, uşaqlar, mən belə düşünürəm ki, biznesdə əgər inkişaf eləmək istəyirsinizsə, qabağa getmək istəyirsinizsə, bu təlimlərdə, bu tədbirlərdə mütləq şəkildə iştirak eləmək lazımdır. Heç bir şeyə baxmayaraq. Mən özüm kampaniyaya gələndə işləmək üçün gəlməmişdim. Amma mən buradakı Azərbaycanda keçirilən tədbirlərdə iştirak elədim və Soçidəki keçirilən, Moskvada keçirilən tədbirlərdə iştirak elədim. Mən ondan sonra beta 10.000 rangına açdım. Əvvəl mən də belə zəif gedirdim, amma həqiqətən bu tədbirlərdə iştirak eləyəndə, oradakı o havanı götürəndə, onlardakı motivasiya, enerjini götürəndə insan onu özündə həkk eləyir. Onun öz üzərində başlayır işləməyə. Öz üzərində başlayır həmin o uğuru görmək istəyir. Mən də çox istəyirdim komanda biz orada olaq, o səhnədə olaq. Yəni fərq eləmir, dünyanın hansı yerində olursa olsun, komanda şəklində bir-birimizi orada alqışlayaq, bir-birimizi orada dəstəkləyək, bir-birimizin sevincinə şərik olaq. Mən bunu çox istəyirəm. Çox. Mən çox danışa bilərdim. Amma maalesef özümüzdə Həlimə xanım da var, Uma xanım da var. Ona görə çox istəyərdim ki, biləm ki, Həlimə orada birinci dəfədir, onun təəssüratları tam başqa cür olacaq. Ona görə yönləndirim ona, estafeti verim Həliməyə.
Əlimə xanım buyurun. Davamı sizdə. Axşamınız xeyir olsun. Həqiqətən siz danışdıqca mən o təəssüratları yenidən yaşayıram. İçimi görsəz həyəcandan ölürəm. Elə bilirəm ki, yenə də təzədən oradayam da. Mən ilk dəfə getdiyim üçün ilk öncə Allaha təşəkkür edirəm, sonra atama, sonra komandama yenə təşəkkür edirəm, liderlərimə təşəkkür edirəm ki, icazə verdi və o şərait yarandı. Ondan öncə də mənim öz istəyim, arzum var idi. Yaydan bu yana hər dəfə pul yığırdım. 50 qəpik, bir dənə qabım var idi, o vaxtı göstərmişdim. 50 qəpik yığırdım ki, hər 50 qəpik deyirdim ki, Azərbaycan bunu 50 qəpiyə çevir də aparıram evə. Ya da kimsə, nə bilim, qardaşım girdə 50 qəpik olanda verirlər mənə. Bilirlər ki, mən 50 qəpik dolduracam da, yəni getmək üçün. Onu arzusuna yedirdim. Sonra qismət nəsib oldu. Yəni çünki arzudan vision qururdum ki, mən samolyotda məsəl üçün minəndən sonra video çəkəcəm mütləq, ilk anlarımı çəkəcəm. Elə də oldu. Yəni necə təsəvvür elədim? O ilk uçurum. Mən ilk dəfə minmişəm də, yəni samolyota. Ona görə çox həyəcanlıydım. Muna xanım arxadaydı, mən dəstə əlini qoyurdu da ki, həm necəsən, nə var, nə yox. Həqiqətən yəni o həyəcanımı açdım, belə deyək. Amma yenə də həyəcan var idi. Çünki mənim yüksəklik qorxum var idi. Bilmirəm necə minəcəm də, yəni ora. Amma hədəfim var. Bu hədəfimdə bilirsiniz mənim əsas məqsədim səyahət deyil. Yəni düz deyil, səyahət önəmlidir. Amma Sibir olmasaydı, mən bəlkə də o qədər həvəslə getməyəcəkdim. Amma Sibir olduğuna görə, yəni orada inkişaf olduğuna görə mən əsasən getdim. Düzdür, rus dilli idi. Yəni Allahdan tərcümə olurdu. Mən onun həvəsi ilə daha çox getdim. O da ki, belə bir anım var. Orada naşik var tərcümədə. Bu dəfə elə bir antennalar biraz zəifdir. Yəni mən onu tutmalıydım. Belə bir anım var. Bilmirəm, burada göstərərəm. Belə bir anım var. Şnuru necə tutmuşam? Belə tutmuşam ki, belə qalmışam da ki, bu antenna işləsin və mən bunu eşidim də. Bilim ki, nə danışırlar. Çox həqiqətən motivasiya danışırlar. Deyirəm ki, onlar rus dili bilirlər də, hamısı maşallah olsun. Mən bilmirəm. Ona görə mən də öz məqsədimi tapmaq üçün belə məsələn olub yarım saat dayanmışam, nə bilim, ta ki axıra qədər də yəni dinləmişəm. Oradakı həqiqətən Muna xanımın da dediyi kimi, yəni onların bir fərqi yoxdur. Onların o enerjisini, əsas nədir? Enerjisini ötürməkdir, təbəssüm olmaqdır, bir də inanmaqdır. Yəni həqiqətən onlarda o gözlərindəki o işığı gördüm. Onlar da bizi ötürürdülər. Dedi, bir dənə də bir sual var idi. Dedilər ki, orada olanlara da, biz yuxarıda oturmuşduq, aşağıda oturanlar var idi, liderlər və yaxud da başqaları. Dedi ki, bax, indi 10 aydan sonra, yəni gələn ili, təsəvvür edin ki, siz harada oturacaqsınız? Yuxarıda oturmaq istəyirsiniz, yoxsa aşağıda mı? Belə rəqəm eləyin də, yəni xəyal qurun. Sizi kim alqışlayacaq, kim, nə bilim, fəxr eləyəcək sizlə. Yəni, belə bir xəyal gücümüzü ortaya çıxardırdı ki, xəyal edin. Bir də dedi ki, bir liderlərdən, top liderlərdən ya da qlobal liderlərdən biri demişdi. Dedi ki, rəqəmlərdən qorxmayın. Sadə biznesdir. Yəni, məhsullar əla, biznes plan əla. Sadəcə o rəqəmləri görün deyir. Məsəl üçün deyir, sadə nədir? Məsəl üçün 1000 balda onu 19 nəfəri öyrədirsiniz. Belə biznes qurursunuz. 1000 balla, həmişə deyir, 1000 balla iş görməyə də liderlərimiz deyirdi, ən sadəsi. Yəni, bu tədbir barədə budur. Özbəkistandakı heç də, yəni o həqiqətən yəni çox maraqlı bir ölkədir. Yəni, gəzməli, ruhunu dincəltmək üçün çox gözəl bir yerdir. Biz də belə deyək də, otelə gəlib çıxmırdıq. Bir dənə yatmağa gəlirdik də, ancaq səhər gedirdik, bir də axşam gəlirdik də. Bir dənə son 2 gün təlimdə, o heç də təlimdə olduq, sonra axşamı gəzdik. Yəni, maraqlı idi. Mən həqiqətən yəni, özüm onu 2 dəfə getdiyimə görə çox şanslıyam ki, yəni çox özümə birinci təşəkkür edirəm ki, özüm arzulamışam. Sonra ətraf mühit də əlbəttə ki, icazə verib, yəni Allah da icazə verib. Mən onu başa düşdüm ki, tədbirlər hər tədbirdən bir şey öyrənirsən. Yəni, ola bilər ki, deyə bilərsiniz ki, hər dəfə gedirəm də, nə olsun, nə dəyişir. Amma yəni, həmişə bir işıq, lampa olmalıdır bir yerdə.
diqqətlə dinləsək, həyəcanla, o enerji ilə dinləsək, əlbəttə ki, oradan bir şey alacağıq. Yəni mən də oradan aldım ki, yəni onlar da bizim kimi insandır da. Yəni sadəcə Numa xanım demişkən, yoxları eşidib motivasiyadan düşməmək lazımdır. Həqiqətən mən də bunu yavaş-yavaş özümdə, yəni səmimi olacam, özümdə aşılamaq istəyirəm, yəni onu yoxlamaq istəyirəm və inşallah ki, gələn il, yəni 10-cu ayda biz vision quraq və kimlər harda olmaq istəyir, yəni Vüqar müəllim demiş, hamımız getməliyik də, o bilmirəm hansı ölkədə olacaq, hamımız pulu yığıb ora getməliyik ki, həqiqətən o bununla gedək ki, biz hansı rangı açaq, bəlkə səhnəyə çıxmaq arzusunda olaq, yəni səhnədə 10 minlər çıxdı yenilər, nə bilim 20 min ranglar, uyda bilirsiniz nə qədərdir orada, həqiqətən belə ağzımız açıqda qalır. Sonra nə bilim top liderlərə, yəni böyük biz qlobal liderdir, Diamond liderdir, onlara pul mükafatı verildi. Yəni və baxa-baxa qalmışıq ki, yəni o pulu götürdü də o böyük pulu. İnşallah ki, biz də o pullardan götürəcəyik. Yəni əsas vision qurmaqdır, inanmaqdır, məqsəd qoymaqdır və həyata keçirməkdir. Belə, yəni mənim də dediklərim bu qədərdir. İnşallah ki, başqa nəsə yadıma düşsə onları deyərəm. Bilmirəm, Uma xanım buradadır, ya yox, ona ötürərəm. Uma xanım dediyi sözü verirəm Uma xanıma, öz təəssüratlarını bölüşər. Çox Çox sağ sağ olun. Belə tədbirlərdə mən çıxmışam, amma həqiqətən belə bir tədbir yox idi də. Bu tədbir başqa bir havası var idi. Mən həqiqətən oradan ağladım. Bilirsiniz nəyə görə ağladım? Nə qədər vaxt boş itirmişik. Nə qədər boş vaxt itirmişik. Ona görə ağladım. Ağladım ki, bizlər də biz orada o səhnədə dura bilərdik. Böyük bir ranglarda eləyə bilərdik. Kampaniyada bizə böyük bir hədiyyələr verə bilərdi. Və ən yadımda qalan ən çox möhtəşəm bir Tatyana Qaraxovskanın söhbəti qaldı ki, deyir, indi elə bir zamanədir ki, hər bir insan öz qabağında divar tikir. İstəmir ki, kimsə onun həyatına keçsin. Amma bizim kampaniya körpülər tikir. Dünyalarla, o bursu ölkə ilə, bu bursu ölkə ilə körpülər tikir. İnsan arasında körpülər tikir. Gəlin belə eləyək ki, gələcəyin körpüsünü elə tikək ki, hara getməyimizi başa düşək və hara getməyimizi, körpüləri elə tikək ki, möhkəm olsun və gedib çataq məqsədimizə. Və körpünü oğramaq, copy-paste eləmək olmur, kopyalamaq eləmək olmur. Körpünü hər bir insan özü tikməlidir. Siz həqiqətən çox möhtəşəm bir şeydir. Çox da bizim liderimiz Yevgeniyanı tanıyırsınız da, Yevgeniya Jenyanı tanıyırsınız. O da böyük bir ranga çatdı. Diamond lider oldu. Bir addım qalıb ki, global lider olmağa və söz verib ki, bu il 30-cu ildir, yubileyni ildir, hansı ki 30 illik tamam olacaq. Yubiley ilində o global lider olacaq. Gəlin hər kəs özümüzə bir söz verək ki, bu yubiley ildə siz hansı rangda olacaqsınız və səhnəyə hansı bir rangda çıxacaqsınız. Həqiqətən kimsə deyə bilər ki, məsəl üçün ola bilməz və belə pul qazana bilməz. Sən birinci elə, əgər kampaniya sənə verməsə, onda deyərsən ki, kampaniya yalandır.
Pullar da en qədər idi. Milyonçu klublar var idi orada. Mən bilmirəm, bəlkə canlı siz yayımını, siz onu izlədiniz, bilmirəm. Ümumiyyətcə səyahət eləmək çox gözəldir. Başqa bir ölkələri, abu-havanı, insanları görmək çox gözəldir. Oranın taksisi 1-2 manat idi. Mənə çox xoşuma gəldi. 1-2 manat olduğuna görə. Buradan ora gedirdin 2 manat verirdin. Buradan gəlirdin ora 1 manat verirdin. Adama ləzzət eləyirdin. Yəni çox ucuz idi bu tərəflər. Amma nə boydana ölkədə 6000 nəfər orada adam var idi. 6000 nəfər. Bu günləri mən dünənləri bir xanımla söhbət eləyəndə, işi izah eləyəndə dedim ki, bəs tədbirdəydim. O tədbirdə 6000 nəfər adam var idi. O da deyir ki, "Neujeli bu boydana maştab var. Maştabı yekədir, Sibiryan Wellness." Mən də axı özümü düşünürəm ki, əvvəl tezə mən də gələndə elə bilirdim ki, hələ ofis boydadır da. Bizim ofisimiz, ofis boydadır bizim şirkətimiz. Amma sonra böyük bir tədbir oldu Azərbaycanın özündə və o tədbirə getdik. Gördüm ki, həqiqətən də o tədbirdə, yəni maştabı həqiqətən də çox böyükdür kampaniya və hər il, hər ay böyüməklə böyüyür. Və bu daha da insana güc və möhkəmlik verir və enerji dolu. Başa düşürəm ki, bu tədbirlər insanı yetişdirir və tədbirlərdən gələndən sonra bütün insanlar, elə bir adam görməmişəm ki, onlar inkişaf eləməsinlər. Hər kəs ki, tədbirdə, kampaniyanın tədbirində iştirak eləyibsə, mütləq inkişaf eləyib. Çünki mən özüm də birinci tədbirdən olandan sonra 5000-i bağlamışdım. Yəni mən bilirəm ki, bu tədbirlər bizə çox vacib, motivasiya dolu, güclü insanların arasında olmaq, güclü insanlarla ünsiyyətdə olmaq və danışmaq və onların əslində sir deyil. Orada elə bir sir yox idi. Hamı eyni şeylər danışırdı. Biz sadəcə eləmək lazımdır. Bir də bu ağzı açıb danışmaq. Nə olur olsun danışın. Tədbirdən daha nə danışmaq olar? Onu ora getmək lazımdır. Onu onun gözləri ilə görmək lazımdır və o başqa millətləri orada görmək lazımdır. Mən burada nə qədər də istəsəm, nə qədər də eləsəm, o emosiyaları mən sizə ötürə bilməyəcəm. Ona görə məqsəd qoymaq lazımdır ki, gələn tədbirdə öz gözünüzlə görəsiniz. Həm də ki, dünya gəzmək nə gözəl bir şeydir. İnsanın xatırında nə qalacaq? Yəni, nə qalır? Ancaq gəzmək. Maraqlı yeməklər yeyirsən və gəzirsən. Başqa insana nə qalır insana? Heç nə. Ona görə mənim sözüm yoxdur. Sözüm yoxdur. Orada iştirak eləmək lazımdır. Başqa bir şey görmürəm və bilirəm ki, gələcəkdə yenə tədbirlərimiz olacaq. Jenya bura gələcək. Jenyanın bilirsiniz də, yəni bir addım qalıb ki, global lider olsun, Diamond liderdir. Gələcək burada tədbir eləməyə, əgər istəyirsinizsə inkişaf eləməyə, indidən adamlarınızı hazırlayın ki, o tədbirdə orada iştirak eləsin. Çünki o elə bir motivasiya verəcək ki, sizin adamlarınız dayanmayacaq, başlayacaq işləməyə. Belə bir sir açım sizə. İndidən siz hər öz adamlarınıza deyin ki, bəs Diamond lider gəlir, Brilliantov liderdə, əvvəl Brilliantov lider idi. Diamond lider gəlir Azərbaycana tez bir zamanda və onun tədbirində iştirak eləmək, nə bilim, elə bir ki, jackpot utmusan da, bax o dərəcədə. Jackpot utmusan və sən milyonçusan, ujusyo. Təsəvvür eləyin. Və nə qədər insanlarınızı, tanıdığınız adamlarınızı ora dəvət eləsəz, o qədər də siz özünüz qabağa gedəcəksiniz.
Yəni deyəcəklərim bu qədər. Başqa. Uma xanımın sözləri mənə də kövrətdi. Həqiqətən də o söz toxundu mənə ki, biz yəni boş vaxt keçirmişik. Adam gedib bu kimi tədbirlərdə iştirak edəndə, o uğur qazanan yüzlərlə, minlərlə insanı görəndə heyfi gəlir ki, mən niyə vaxtımı boşa keçirdirəm axı? Və bugün İlqar müəllim bayaq da ofisdə dedi, həqiqətən də kampaniyanın növbəti tədbirində, yəni 30-cu biznes ilində, yəni bizim komandamızdan 3 nəfər yox, azı bir 30 nəfər iştirak eləməlidir. Özdə yeni ranglarla, yeni dərəcələrlə. Təsəvvür edin ki, 3 nəfər belə enerji ilə gələn, indi görün daha çox adam gedib hərə bir necə deyim? Bir dəfə bir təlim olmuşdu. Oradan təlimdən gələndə Uma xanım üzrlü səbəbdən o təlimdə yox idi. Səhv demirəmsə Həlimə orada öz təəssüratlarını bölüşdü. Sonra mən dedim, Uma xanım bir dənə söz işlətdi, xoşum gəldi o sözdən əslində. Deyir ki, yəni hər kəsin öz necə deyim, o hadisəyə, o bir şeyə baxış prizması var da. Yəni başqası başqa cür görürsən, başqa cür görürsən. Hərənin öz duyğuları olur, hərənin öz təəssüratları olur, hərənin öz baxış prizması olur. Ona görə daha çox adam getməli ki, danışmağa daha çox söz olsun. Çünki hərə bir şey orada görəcək, gəlib onu komandaya çatdırmaq lazımdır. Və ən azından, bax, burada 30-31 nəfər var. Ən azından, bax, bugün bu xanımların, Özbəkistanlı xanımların təəssüratlarını özü qulağı ilə eşidən, gözü ilə görənlər, ən azından sizlər, yəni bizlər iştirak eləməliyik növbəti tədbirdə ki, bizim də enerjimiz çoxalsın, biz də gedək o insanları, yəni canlı izləmək başqadır, amma orada canlı onu görməyin abu-havası, o izdihamı yaşamağın abu-havası bambaşqa olur. Yəni canlı o həzzi vermir həqiqətən də. Ona görə orada olmaq lazımdır. Günü bugündən elə qoyun qırağa 5 manat, 3 manat hər gün nəyə gücünüz çatır. Təsəvvür edin ki, 10 aya, 11 aya bir xeyli pul olacaq. İnşallah o vaxta qədər də yeni bir dərəcə açmış olarsınız, gəlirləriniz yaxşı olar və yeni bir dərəcə ilə gedib orada səhnəyə çıxmaq lazımdır. Mütləq səhnəyə çıxmaq lazımdır. Səhnəyə çıxıb o baxırsan auditoriyaya, ləzzəti var, o başqa bir şeydir. Onu arzulayıram ki, hər biriniz yaşayasınız. Yaşamaq üçün də dayanmaq olmaz. O körpü söhbəti də vəbşə ləzzət elədi mənə. Həqiqətən də bir-birimizə dəstək olub komanda şəklində irəliləməliyik mütləq. Bəli, körpü çox vacib bir məsələdir və biz körpüləri insanlar arasında da körpü qururuq. Bizim də yaradıcı bu söhbətləri eləmişik, yaradıcı gücümüz var və biz hər zaman gözəl həyat yaradırıq. Bir dənə də orada bir məsələ var idi ki, biz gedirik məhsulun dərinliyinə giririk də, hər şeyini öyrənirik. Əslində insanlar nəticəyə gəlir. Heç vaxt məhsulun tərkibini axıra kimi mən ömür boyu heç bilməmişəm. Lazımdırsa açıram, oxuyuram, yəni mənə maraqlanır və danışa bilərəm də, amma iminə onun küpünə girmirəm. Amma nəticə haqqında insan danışanda onun qəşəng effekti olur, daha gözəl effekti olur. Ona görə nəticə haqqında daha çox danışmaq lazımdır. İnsanlar nəticəyə gəlir. Hər bir insan nəticəyə gəlir. Çox möhtəşəm idi, həqiqətən. Çox belə yadda qalıcı bir şeylərdir və istəyərdim ki, həqiqətən gələn tədbirdə hər kəs orada iştirak eləsin. İnsan bilməlidir hara gedir. Əgər hara getməyini bilmirsə, ona heç nə kömək eləyə bilmir. Və Jenyanın çatında yəqin çox adamlar var və orada da izah edir ki, bir var ki, sən deyirsən, mən istəyirəm. Bir də var ki, sən deyirsən ki, mən bunsuz yaşaya bilmərəm. Fərqli şeylərdir. Mən bunu eləməliyəm. Nə olur olsun. Bir var ki, mən istəyirəm, sadəcə istəyirəm. Yox, istəməklə heç nə olmur. Bugün istəyirəm, sabah istəməyə bilərəm. Amma əgər bir şeyi ki, mən qoymuşam ki, bunsuz mən yaşaya bilmərəm, bu mənə vacib lazımdır, bunu mən eləyəcəm, o başqa bir havadır.
düşüncə tərzidir. Gəlin bundan sonra bunsuz yaşaya bilməyəcəm deyə yaşayaq. Siberian Wellness həyat tərzini yaşayaq. Sağlamlıq kimi yaşayaq. Sağlam, gümrah, gülərüz. Həyatımızı, körpüləri hər yerə, bütün dünyaya səpək. Wellness stilində yaşamaq tam fərqli bir şeydir. Əgər siz onu içinizdə başlasanız yaşamağa, siz görəcəksiniz ki, wellnessda həyat tam fərqlidir. Bir də ki, relax olmaq lazımdır. Relax, heç nəyi düşünməmək. Allah Taala hər bir şeyi yerbəyer eləyəcək. Siz sadəcə məqsəd qoyursunuz və bugün yaşayırsınız, bugün hərəkət edirsiniz. Gözləmirsiniz ki, sabah eləyəcəm, sabah bunu eləyəcəm, yox. Gəldi, bugün eləyəcəksiniz. Bugün. Gəldi, bunu eləməliyəm, mən bunu eləməliyəm. Qurtardı, getdi. Sabaha saxlamayın. Aydan xanım. Bəlkə kimizə Mən hədəfimi deyim də, mən Ruby Lider olmaq istəyirəm, bilirsiniz? Mən Ruby Lider olmaq istəyirəm, ona görə ki, mən toy eləməliyəm və ev almalıyam sroçla. Bir ilə inşallah Ruby Lider olmaq istəyirəm. Niyyətim budur. Bacardığım qədər də hər şey eləyəcəm. Jeniyə də sual verdim ki, mən neynəməliyəm ki, mən qabağa gedim. Dedi, çox bəsit, asan bir şey. Gündə 5 nəfərlə danışmaq. Gündə 5 nəfərlə. İstəyirsən telefonla danış. İstəyirsən görüşkünə. İstəyirsən evində görüş. İstəyirsən harasa get. 5 nəfərlə sən danışmalısın. 5 nəfərlə, sən hər gün 5 nəfərlə danışsan, sən bir ilə Ruby Lider ola bilərsən. Heç nədən dayanmasın. Mən də buradan gələndən, oradan gələndən hər gün 5 nəfərlə danışıram. Adamlar var, görüşürəm, adamlar var, telefonla danışıram, ünsiyyət qururam. Yəni, heç nə təklif eləmirəm. Nə biznes, nə bir şey. Sadəcə ünsiyyət qururam. Çünki çoxdan neçə aylardır insanı görmədiyim adamlar, neçə aylardır. Birdən deyirsən ki, gəl günə mənimlə işlə, o düz deyil. Sadəcə salam, necəsən, nə var, nə yox. Körpü atıram, körpü. Yavaş-yavaş körpü tikirəm ki, maddələr mübadiləsisi olsun. Bəsdir. Belə uşaqlar. sualı, nəsə demək istəyən, təəssüratlarını bölüşmək istəyən, necə təsirlədi sizə bugünkü Zoom? Ya Allah, Salam, axşamınız xeyir olsun. axşamınız xeyir. Necəsiz? Hər kəs salamlayıram. Hər birinizə deyirəm o necəsiz sualını. Özbəkistanda olanların da yerinə həqiqətən çox sevinirəm. Çox da izləyirdim, baxırdım, statuslarınıza da baxırdım, qrupa da baxırdım. Hamısını izləyirdim. Həqiqətən sizin yerinizə də çox sevindim. Sağ əliniz bizim başımıza, inşallah biz də hərəkət eləyək, biz də o yolları gedək. Biz də tədbirlərdə olaq. Həqiqətən hər birimizə arzu eləyirəm. Özümə də çox-çox arzu eləyirəm. Hamı bilir ki, mən hər dəfə indi uzatmaq istəmirəm burada. Yəni ki, mənim harda olduğumu, biraz dayanmaqmı, amma ümidimi heç vaxt ümiddən düşməmişəm. Mən bilirəm ki, inşallah gün o gün olacaq, mən gedəcəm qabaq.
İnşallah. Həqiqətən də çox böyük təəssüratdır. Çox həvəslə qulaq asdım hər birinizə, hər üçünüzə çox həvəslə qulaq asdım. Həqiqətən də çox gözəldir. Çox istəyərdim ki, olum. Bəlkə də Bakıda olsaydım gecədə gedəcəkdim sizdən. Bəlkə də gedəcəkdim, bilmək olmazdı, amma ilahi qismət. İnşallah gələn dəfəyə. Hər birinizə uğurlar, öpürəm hamınızı. Sankt Peterburqa gedərsiniz inşallah. Gedərik. İnşallah, inşallah. Allah ağzınızdan eşitsin. Salamlar bir də. Axşamınız xeyirlər olsun. Mən də çox, necə deyim, elə Uma xanımı, sonra də Həliməni, Munira xanımı yola salanda elə özüm kövrəldim. Nə üçün? Çünki mən də onlarla olmaq istədim. Özləri bilirlər də, bilirlər ki, mən hətta çox kövrəldim. Çünki həmin vaxtı özümü onlarla hiss elədim və onlar elə bil ki, gedəndə elə bil ki, mən o nədir, tədbirdən uzaqlaşdım. Belə bir hiss elədim də və mənə olur ya, ana, övlad anadan nədir, uzaqlaşır ha, uzaq qalır ha, bir yetim kimi qalır ha. Mən belə bir hiss elədim ki, gərək mən də gedərdim, düzdür, yəni imkan var idi, vardı, amma biraz problemlər var idi deyə, yəni ki, gecikdim mən. Yəni hərəkət eləməkdən gecikdim. Amma məqsədimi qoymuşam ki, Allah qoysa nə olur olsun, Allahın izni ilə mən gedəcəyəm. Və yüksək rangla bizim, yəni qızlarımızla bir yerdə, böyük bir komanda ilə. Amin. Axşamınız xeyir olsun. Necəsiz? Eşirəm. Maşallah olsun, Vallahi. çox gözəl, ətraflı. Elə bir bizi yaşatdınız da, elə bir biz də oradaydıq. Amma mən də deyə bilərəm ki, necə deyim sizə, mən də olmuşam Soçidə. Gör neçə il keçib bu Soçinin tədbiri getmişdi bizdə. Çox gözəl keçmişdi, möhtəşəm olmuşdu da yəni. Və bilirəm ki, doğrudan da ki, orada olanda onu yaşayırsan. Nə qədər qızlarımız da yəni izah elədilər, nə qədər desələr də, amma orada olmaq tamam başqa şeydir. Tamam. Və orada onu görürsüz və orada təbriklər, orada necə hədiyyələr verilir, necə pullar verilir, necə o şimdi dəhşət idi. O vaxt hələ Soçiyə gedəndə maşın hədiyyə verirdilər. Qırmızı Mercedes idi. Knopkasız, açarsızdı da, knopkalarla idi. İnanırsınız, o hələ mənim o şəklim də var ki, qırmızı Mercedesin yanında şəkil çəkmişdi və doğrudan da çox gözəl bir hissdir, gözəl bir tədbir idi, möhtəşəm idi də. Və inşallah Allahın köməyi ilə hamımız bir yerdə, biz belə baxanda, həmişə ofisdə yığışanda, iclaslarda, həmişə yığışanda, görürsünüz, belə bir ailəyik də biz, düzdür. Hər sevinci hamımız sevinirik də, kimsə inşaf olanda, yəni kimsə. Amma yenə də bir yerdə getmək, o başqa şeydir. Yəni, çox gözəl şey, doğrudan. Orada o Luboy nasiyadan var da orada. Və təsəvvür edirsiniz ki, mənim hələ orada nə qədər neçə il keçib, yenə də o hissi, o gözəl tədbir, gözəl bu şeylər gəzməyimiz, indiyənə kimi o Soçin deyə qalmış. Təsəvvür edin də. Gör neçə il keçib. Amma yenə də çox gözəldir. O hissini ancaq orada hiss edəcəksiniz ki, biz nə qədər başa salırıq, nə qədər şeylərsiniz də, yenə də orada olanda tamam başqa şeydir. Ona görə də hamıya arzulayıram ki, nə olur olsun, gərək onsuz da pulu bugün qazanırıq, səhərsi gündə xərcləyirik, düzdür? Amma onu yıxsaq, məqsədi qoysaq ki, doğrudan da ki, 30-cu ildə, 30 illikdə biz orada iştirak eləsiniz, siz özünüz doğrudan görəcəksiniz ki, möhtəşəm bir şeydir də. Toxuşda uğurlar, hamımıza uğurlar və istəyərəm ki, hamımız bir yerdə gedək inşallah. Sağ olun. Uma xanım, bir sual vermək istəyirəm. Gələn il harda olacağı bəllidir, yoxsa? Tam bəlli deyil. Hələ bilinmir.
Olsaydı xəyal qurardım da, bilərdim hara gedir. Mən Pitcher eşitmişəm. Yubiley Pitcher'də eşitmişəm. Bilirəm ki, böyük bir şey olacaq, yəni bilmirəm necə böyük bir şey olacaq. Təsəvvür edin ki, kampaniya 30 illikdir də. Böyük bir şey olacaq da, möhtəşəm böyük bir şey olacaq. Ona görə Tatyana Qaraxovska bütün plankaları qaldırıb da, bilirsiniz. Məsəl üçün, əvvəl necə idi bizdə də? 5 minlər çox gözəl rənglər idi, 20 minlər çox gözəl. Ruby Lider olanda elə bir abu-hava yaranırdı ki, Ruby Lider deyə bu böyük bir şeydir. İndi Tatyana Qaraxovska plankanı biraz da qaldırıb, Infinity-yə qədər var, bilirsiniz və deyir ki, mən öz yaxınlarımla gedəcəm Gimalay adaları. Gimalay adalarına. Gimalay, правильно? Mən не помню, как это называется. Нет, Onlar- Гималай, горы. Не горы, не это как как это называется? Острова. Мальдивы есть, nə bilim, может. Maldivы, да, Maldivы. Hə, Maldiv. Gimalay deyirəm. Maldivı da, na Maldivı adaların aparacağam öz yaxınlarımı. Yaxınları da kimdir? Brilliant və liderlər, diamond liderlər olacaq onun yaxınları. Uje neçə dənədir? Və tezə diamond liderlər inşallah gedəcəklər həmin adalara. Dəhşətdir də, yəni dəhşət. Möhtəşəm. İnanıram ki, hər kəs dayanmayacaq, işləyəcək. İstədiyi məqsədlər, istədiyi rangada hədəfini qoyub qabağa gedəcək. Bir məsələni də toxunmaq istəyirəm. Biz həmişə deyirik ki, nastavnik sənə kömək eləməlidir, nastavnik sənə belə eləməlidir, nastavnik sənə belə eləməlidir. Nastavnik o adamdır ki, hansı ki sənə yol göstərir, navigatordur. Sənin navigatorundur ki, sən tez bir hədəfə çatasan, istədiyin hədəfə. Və Jeniya xanım dedi ki, mən sizin gücləndirici bir vasitənizəm. Məsəl üçün, motor var, motora da turbo qoşursan, olur turbo motor. Yəni, motor sizsiz və mən sizin turbanızam. Başa düşürsünüz, nə demək istəyirəm? Amma motorsuz turbo işləmir. Başa düşürsünüz? Gərək motor olsun ki, turbo işləsin. Siz gərək özünüz istəyəsiniz ki, nəsə olsun ki, ona da usilisil qoyasan ki, o daha da çox qabağa getsin. Yəni, daha da çox bərkisin də. Mən bilmirəm, mən fikirlərimi çatdıra bilirəm ya yox. Sürətlənsin, düz deyirsiniz. Başa düşürük biz. Əsas yəni prinsipi başa düşdük də, sürətlənsin yəni. Çok güzel çattırırsınız, çok güzel izah verirsiniz Uma Hanım, başa düşürük. Bax, ona görə də komanda heç nəyə baxmayaraq yeni metodlardan, yeni texnologiyalardan, yeni variantlardan istifadə edərək inkişaf eləmək lazımdır. Bu nəyə görə deyirəm? O səhnədə yekə televizorlar var idi. O yekə televizorlarda kim uğur qazanmışdı, onların ölkəsinin bayrağı dalğalanırdı. Mən biraz həyəcandan danışıram. O qədər təsirlidir ki, yəni ki, mən də istəyirəm bizim komanda, bax bizim Vüqar müəllim komandası inkişaf eləsin, yeni ranglar açsın və gələn 30 ilində biz öz Azərbaycan bayrağımızı bax televizorda belə dalğalana şəkil çəkdirək. Onun altında bax bizi də alqışlasınlar, bizi də orada mükafatlandırsınlar. Mən bunu çox istəyirəm. Həqiqətən çox istəyirəm. Çünki o başqa bir hissdir orada onu görmək, o ekranda onu hər tərəfli bütün dünya səni görür. Başqa bir hissdir. Ona görə çalışağın, köhnə adətləri, köhnə prinsiplərimizi qoyaq, yenilərlə işləyək, yeni texnologiyalarla işləyək, yeni variantlarla, yeni üsullarla özümüzü inkişaf elətdirək. Ranglarımızı açdıraq, yeni ranglar açaq, səhnələrdə biz də parlayaq. Nə olar ki? Nə olar ki? Amin. Amin. Amin, amin. Pulun da İnşallah. enerjisi bilirsiniz də. Yəni pulu çətinliklərdən çıxım deyə yox,
qəşəng həyat yaşayım deyə arzulayın, qəşəng həyat yaşayım deyə istəyin. Pulun da enerjisi var. Pul nəyə, hara gəlsin bilməlidir. Niyə gəlsin bilməlidir. Həqiqətən də Siberian Wellness həyat tərzini yaşamaq üçün çoxlu pul arzulayın, inkişaf arzulayın ki, siz də gəlib o pullulardan, milyonçulardan olasınız ki, istədiyiniz kimi həyatın keyfini çıxardasınız da. Buyurun Ayten xanım. Axşamınız xeyir olsun hər birinizin. Xoş gəlmisiniz siz də. Zoom-a hərdən yox, bu son vaxtlar çalışdığım qədər qoşuluram. Amma ilk dəfədir mən də danışıram. O qədər maraqlı danışdınız ki, həqiqətən. Nə bilim, necə deyim, yatmış o ağlımı oyatdınız, bilmirəm. İnşallah, inşallah mən də həqiqətən Başı istəyirəm. sen, ha? Az izni Hə, göre. Kabul diyorsan ki biraz bir sifəttə baxaq. Ha başı. Üzüm görüləsi bir formada değil ona göre. Bir dəqiqə. 27 dəqiqələrin içində söz verirsən? İnşallah. Mən həqiqətən bugün elə bir şey görmüşəm ki, sırf o şeyə çatmaq istəyirəm. Onu qazanmaq üçün mən də çabalamaq istəyirəm. Daha doğrusu irəliləmək istəyirəm. Yəni yaxşı mənada çabalamaq istəyirəm də bu yolda. Sırf həm sağlamlığım, həm gözəlliyimi saxlamaq, həm evlatlarımın sağlamlığı. Yəni bütün bunları əldə eləmək üçün, yəni var gücümlə çalışdığım qədər sadəcə olaraq başqa müəyyən bir səbəblər var ki, mən çox, yəni ora gələ bilmirəm. O tədbirlərdə iştirak eləyə bilmirəm, təlimlərdə ola bilmirəm, amma yəni istəyirəm. Prosta başqa bir səbəblərə görə, yəni çox çıxa bilmirəm. Özümün yəni mücadilələrim var, valideynlərimə görə. Yəni o işin dalıca 2 gün xadnoyum olur, o işin dalıca, bu işin dalıca. Ona görə alındıra bilmirəm, amma imkan daxilində çalışacağam ki, özümü ora fokuslayayım. İnşallah dekabr ayında Opuskadayım. Özümə söz vermişəm. Sizə də söz verirəm. O bir ayı mən sizinlə keçirdəcəm. Əgər mən orada istədiyim nəticəni alsam, o bir sayda mən elə ərzəmi yazıb işdən çıxacam. Buna söz verirəm. İnşallah ki, bütün komanda ilə bir yerdə hamı istədiyi yerə çatsın, biz də bərabər. O səhnələrdə özümüzü də görək gələcəkdə inşallah. Yadımdan çıxıb ki, videodayam. Çox sağ olun gözəl məlumatlar üçün, məni yuxudan oyatdığınız üçün təşəkkürlər hər kəsə. Sən işdən çox tez irəli gedərsən. İnşallah. O bir ayda demişəm, özümə söz vermişəm. İşdə də görürlər ki, könülsüzəm də, birdən-birə, aydan kimi birdən-birə qaçacam. İşdə mənə deyirlər ki, səndən gözümüz su içmir, sən nəsə elə bir plan üzrə işləyirsən. Deyirəm ki, yox, heç bir planım zadım yoxdur. Niyə ki? Deyirlər, valla qorxuruq ki, sən birdən-birə qaçasan. Sən nəsə bu işə belə ürəksizsən. Dedim, məqsədlərim var. İnşallah ona çatsam, bir də gördünüz, elə siz deyən kimi oldu. İnşallah ki, elə də olar. Bu bir ayda mən o istədiyim nəticəyə çatsam, Allahın izni ilə, mən elə doğrudan da sizlə olacam. Mən şəxsən işdən çıxandan sonra məqsədlərimə doğru irəlilədim. İnşallah ki, məndə də yollar yəqin ki, Allah böyükdür. Allah hər kəsi istədiyi yerə çatdırsın. Amin. Çox sağ olun, öpürəm hamınızı. Təşəkkür. Uma xanım, Muna xanım, Həlimə çox sağ olun ki, məni yatdığım yerdən oyatdınız siz. Başqa? Axşamınız xeyir olsun. Mən də salamlayıram üç gözəl xanımımızı. Gözəl yerdən gəliblər. Enerji dolu gəliblər. Həm məni kövrətdilər sözün əsl mənasında. Həm də çox belə deyim də ayıtdılar. Yəni Uma xanım deyəndə ki, biz niyə etmirik? Yəni hara gedib bizim illərimiz? Onda çox kövrəldim. İstər istəməz özümə dedim ki, 3 il artıq buradasan. Sən niyə bax gedib gəlirsən ofisə, təlimlərdə olursan, niyə bir istədiyin kimi hərəkət etməmsən axı? Düzdür. Yəni
bir yerə qədər var, amma o qədər gözəllik olandan aynı. Biz niyə onu sakitcənə kimlərinsə belə deyək də izləyək? Onu biz özümüz də qazanaq, özümüz də gedək, özümüz də iştirak edək. O daha başqa olur. Çünki biz də bura sadəcə olaraq qazanmağa gəlmişik. Mütəxəssis kimi bu heç. Amma məsələn, ən birinci növbədə qazanmaq üçün gəlmişik. Ən azından yaxşı yaşamaq üçün gəlmişik. Yəni belə bir iş var, belə bir gözəl gəlir var. Yəni şirkət bizə bunu hər tərəfli verir. Bizə halallıqla da verir. Əziyyətimizi dəyərləndirir, zəhmətimizi dəyərləndirir. Amma biz niyə eləmirik? Məsələn, bax ona çox həqiqətən təsirləndim. Özümü çox narahat hiss elədim. Dedim ki, həqiqətən 3 ildir sən nə etmisən? Gəldi bütün gözümün qarşısında. İndi bir ili deyək ki, mən müalicə üçün gəldim də, öz sağlamlığım üçün gəldim. Şükürlər olsun, yaxşı da oldum. Amma o 2 ili məncə gözümün qarşısından lent kimi fırlandı ki, yəni necə yəni sən dekabrdan qoşulmusan? İnşallah o dekabr ayında istəyərəm ki, mən həmin rangı açıb qoşulam mən də komandaya. İndən belə mən də bir banka tutacağam. Söz verirəm burada. Mən də bir banka tutub pulumu qoyacağam bir kənara Allahın izni ilə. Mənim yoldaşım deyəndə ki, sən niyə getmirsən? Dedim, biraz pula görə qaldım da sözün açıq. Dedi, sən nə yaxşı yığmamısan? Dedim, yığmışam o qədər deyil də, o qədər deyil. Yenə də inşallah qismət Allahdan, təbii ki, istək də bizdən. Yəni, həqiqətən də Ümə xanım dedi, istək yox, sadəcə olaraq etməliyəm, etməliyəm ki, ondan sonra onu belə deyək, qazanasan. İstəyimiz çox olur, amma gərək onun üstündə durasan. Məndən bu qədər. Yenə də təşəkkür edirəm hər üç xanıma. Motivasiya verdilər bizə. İndi yatın, görüm necə yatacaqsınız. Gedin yatın. Görüm necə yatacaqsınız. Samo продолжение olacaq. Söhbətləri canlı. İnşallah. Axşamınız xeyir olsun. Gözəl liderimiz Ümə xanım, Muna xanım, Səlimə xanım, Həlimə xanım. Siz danışdıqca Allahın olsun, mən elə bildim Özbəkistanda gəzirəm. Sadəcə biraz gecikdim bu dəfə. İnşallah ki, mən də söz verirəm ki, gələn dəfə çalışacağam, mən də gedim. Məndən çox səyahətə gedən yoxdur, yəni sevən yoxdur, mənə elə gəlir ha. Hamısı da bilirlər, ora gələndən də elə kim gəzməyə deyir, mən gedirəm gəzməyə. Kim gəzməyə deyir, gedirəm gəzməyə. Yəni məndən çox səyahəti sevən yoxdur. Çalışacağam bundan sonra da doğrudan da o qədər danışdınız ki, mən elə bildim, mənim nə boydana komandam var, qabağıma qatıb aparıram ona. Həmişə mən o sözü çox xoş deyirəm, komandam deyəndə, mən sizi öz böyüyüm kimi bilirəm, amma mən komandam deyəndə Ümə xanım deyir, hansı komandam, sən komandam var. İnşallah ki, Ümə xanım, mən öz komandamı yığacam, mən sizə göstərəcəm ki, mənim də komandam var. İnşallah. Onlar da Benim iki kızımın komandasıyıq. O belə təsəvvür edir. İnşallah mənim də öz komandam olacaq. Sizlə bərabər çıxıb gedəcəm. Bilirsiniz ki, həmişə mən sizin aranıza gələndən, mən sizdən ayrı, necə ki, siz məni özünüzdən ayırmadınız, hara getdiniz, məni də öz yanınızda apardınız da, düzdür. Mən ona görə sizin hamınızı çox istəyirəm. Ümə xanım sizi, Səlmə xanımı, Muna xanımı, Məlahət xanımı. Yəni, elə mən komandam deyəndə, valla onu özüm üçün demirəm, ha. Belə ürəklə deyirəm ki, mən o komandanın içində olduğuma görə deyirəm. Yəni, sizin komandada olduğuma görə belə ürəklə deyirəm. Ona görə deyirəm ki, siz hara, bundan sonra biz də ora. Ancaq zirvələrə. Ancaq zirvələrə. İnşallah. Allah bizə də yolu açsın, inşallah. Bugündən mən yazacağım, doğrudan bir yekə kağız tapacağım, yazacağım. Toçlu yazacağım, vuracağım. Çünki dünən mən Adilə xanımgildə idim. Mən orada onun qızının yazdığı səhifəni gördüm. Orada yazıb ki, prava istəyirəm. Pravaya görə yazıb. Mən sözünüzü bura gələndən bir məqsədimdir sizə demişəm, həmişə demişəm ki, öz evimi dala qaytarmaq istəyirəm, ev almaq istəyirəm, yenə uşaqlarımı başıma yığmaq istəyirəm. Amma maşın sürməkdən çox qorxurdum. Amma indi fikirləşirəm, sizin maşınlara minəndə o qədər həvəslənmişəm ki, o qorxu məndən stres elə bir gedib. Mən yazanda hamısını birdən yazacağım. İnşallah ki, hamısı da olacaq.
Deyir ki, istəyin hara, mənzilin ora. Allah bir yol açsın. Allah bizə birinci sağlam can versin. Sağlam can versin. Elə biraz da məhsullarımızdan istifadə edirik, yaxşı oluruq. Allah bizə o sağlam canla da bizə yolumuzu açıq eləsin ki, hamımız bir-birimizin dalınca gedək, hamımız yüksələk. Bir dənə özümü demirəm, komandada olan hər kəs birəm yüksəlsin. Ki, belə o dediniz ya bayrağı, mən də elə tərəfdən biraz şeyəm, həssasam. Dediyi, Muna xanım dediyi bayrağı. Mən də istəyərdim ki, biz hamımız elə Vüqar müəllimin arxasınca gedək, sizin arxasınca gedək ora. Elə o bayrağı göstərək hamısına ki, yəni ki, biz də bu bayrağın arxasındayıq da. Yəni, həmişə bir bayraq bizimləndir. Azərbaycan bizimləndir. Biz də onu təmsil edirik. Doğrudan mən də elə şeyi çox xoşlayıram. Ona görə inşallah hamımıza Allah yol açsın, hamımıza, cümləmizə yol açsın ki, biz də irəli gedək, qabağa gedək. Ən əsası odur ki, heç kəsə möhtac olmayaq. Evimizdə balamız var, balamıza da möhtac olmayaq. Özümüz irəli gedək inşallah. Sağ olun, çox sağ olun gözəl motivasiyaya görə. Elə bir Özbəkistanı gəzdik, gəldik. Yaxşı oldu. Birinci, axı orada bizdə 2 gün oldu. Birinci tədbirdə beyindən danışdılar. Çünki beynində, əgər beynin yaxşı işləyirsə, enerjin dolu olacaq və çox şeyləri eləyə bilərsən və beynini necə düzgün formada 3 dənə amil var da, 3 dənə yox, 4 dənə amil var. Birinci amil budur ki, vaxtında yatmaq lazımdır. İkinci amil su içmək lazımdır. Üçüncü amil idman eləmək lazımdır. İdman eləməsən də yəni mümkün olan bir şey deyil. Hər bir şeydə idman vacibdir. Dördüncüsü də ki, Sibiryan Wellness-ın beyinlə əlaqədar olan bütün məhsulları içmək lazımdır. Və bu 4 dənəni eləsəz, siz körpünü asanlıqla tikə biləcəksiniz. Çünki tikmək də ona beyin lazımdır. Çünki nəyisə yaratmaq, onu körpünü daşı üstündə düzgün formada qoymaq, onda beyin lazımdır. Düzdür və gələn sentyabrda 30 illiyə hamımız bir yerdə gedəndə ağlımız başımızda böyük bir körpü tikərək oraya tez bir zamanda çatın. İnşallah. Şimdi bugündən hamımız bənlayıq da, körpü tikməklə məşğul olacağıq. Bəli. Amma insan bilirsiniz də unudan bir varlıqdır. Yəni bugün bu abu-havada 30-cu biznes ilinə hazırlaşırsınız. İndi kimlər nə dərəcədə verdiyi sözə əməl eləyəcək bilmirəm. Amma təklif eləyirəm ki, hamı banka tutsun, tutduğu bankaların şəklini atsın qrupa, biz birlikdə güclüyük qrupuna. Və söz versin. Burada komandanın içində söz versin ki, hər gün ora pul atacağım. Hər gün. Məhz 30-cu biznes ilinə tədbirə getmək üçün. Razısınız? Davay. Pasportunuz yoxdursa, indidən pasport düzəldin. Pasportları hazır eləyin. Pasportlarınızı hazırlayın. Mənim pasportum hazırdır. Prosta bilməm, hələ vaxtı keçib keçməyib. Bu haçandır mənim pasportlarım var, bilməm vaxtı keçib ya yox. Gəl onu baxım. Baxın. Mən də xarici pasportum var. Mən də hazıram. Ay, getdik. Mən də var. Bir dənə də bir kitab var burada. Deyir ki, вспомним свое будущее. Yəni, öz gələcəyimizi xatırladaq. Öz gələcəyimizi xatırladaq necə bir şeydir? Gələcəyimizi hələ yaşamamışıq axı. Onu necə xatırlatmaq olar? Amma təsvir eləmək olardı onu, təsvir eləmək. Təsvir eləyin. Siz səhnədəsiz. Harada oturmusunuz? Onu təsvir edin və inanın ki, yəni, niyyət hara, mənzil oraya. Adnazlaşın. Qəşəng loja var idi. Jenya xanım göstərmişdi ki, xüsusi VIP loja. Bəli. Çox gözəl idi. VIP lojalar. Xüsusi yeməklər, xüsusi nə bilim. Bunları ayrıca tam fərqli idi. Həm yeməkləri aparırdılar, həm VIP cəmaatın içinə 6000 nəfər var idi, təsəvvür edin də. Hamı da bir-birlərinin dalıca gedirdi də. Amma onlar üçün ayrıca xod var idi, ayrıca yemək stolları var idi, ayrıca ofisantları var idi. Hər şey ayrıca idi. Çünki milyonçular idi onlar, milyonçu klubu idi.
Milyonçular necə olmalıdır? Yəni belə. Ona görə biz də milyonçu olaq da nə olar ki? Dünya axırdır ki, biz də milyonçu olaq. Sağ əlləri bizim başımıza. Qretsiyada villanın qabağımızda özümüzün qabağına gətirək. O məqsədə doğru gedək Qretsiyada. Villa. Qresiyada o villalar hansı tutulur? Qresiyada başqa bir yerdə bir dənə də Bizim Qaradağ çağrıdır. ayıracaqlar İnşallah. inşallah. Bizim də öz evimiz olsun inşallah. Tənbəlliyimizi qoyun qırağa. Всё. Belə sağollaşaq. Çox İnşallah sağ olun. Hər şey sabahları üçün. kim gələ bilir, gəlin saat 12-də. Sabunçu ofisinə. Canlı danışaq. Planlarımızı quraq inşallah. Mütləq. İnşallah, inşallah. Ardını orada apararsın. Gecəniz xeyrə qalsın. Verək qarşı. Xeyrə qalsın. Başı.